Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün bizim mətbəxdə qədim Bakı mətbəxinə aid şirin kələm dolması hazırlanır. Keçən şirin kələm dolmasını hazırlamasını sizinlə paylaşmışıq, amma həmin videoda görüntü keyfiyyətsiz olduğundan yeniləmək istədik. Həm də bu yaxınlarda bir izləyici də yeniləməyimizi istəmişdi. Əgər sizin üçün də maraqlıdırsa, bizimlə qalın. Yeməyi təxminən 4-5 nəfərlik hazırlayırıq. Buna uyğun ərzaqları təxmini gözəyarı götürüb, tərəzidə çəkib, qramla da ölçülərini sizə deyəcəyik, videonun altında da yazacağıq. Mən 600 qramdan bir qədər artıq ət götürmüşük, əti çəkməliyik. Ətin çox hissəsi yağlı qoyun əti, bir hissəsi də mal ətidir. 3 orta baş soğan, bu təxminən 220 qram eləyir. 170 qram şabalıd, şabalıdı da xırdalayıb çəkilmiş ətə vuracağıq, içliyə əlavə edəcəyik. Şabalıdı dondurucudan çıxarmışıq, mövsümündə təmizləyib dondurucuya qoymuşduq. Həmin videonu da sizinlə paylaşmışıq. Maraqlananlar bu videonun altında həmin videonun linkini paylaşacağıq, baxa bilərlər. Deməli, göyərtilər, keşniş, şüd, nanə, daha çox şüd götürürük. İndi bildiyiniz kimi dəstələr xırda olur. Bir xırda dəstə keşniş, daha çox şüd götürürük. Yəni 2 xırda dəstə şüd götürürük, bir xırda dəstə də nanə götürürük. İçiyə əlavə etmək üçün bir yan ovuc yumru düyüdən istifadə edirik. Bu 50 qram eləyir. Qaşıqla 2 xörək qaşığı, dolu xörək qaşığı. Kişmiş, 40 qram kişmiş, duz, ədviyyatlar, qara istiot, pul biber, sarı kök, zəncəfil, darçın, üydülmüş keşniş toxumu, üzüm doşabı, 1 xörək qaşığı, 2-3 xörək qaşığı abqora, kələm, xörəyin hazır olmağına bir qədər qalmış, üzərinə heyva dilimlənib qoyulur. Əti yuyub maşından keçirdirik. Çəkdik. Soğanları da narın doğrayıb üzərinə əlavə edirik. Bunu ət maşından da çəkə bilərsiniz. Göyərtiləri xırdalayırıq. Şabalıdları da xırdalayıb əlavə edirik. Şabalıdı da doğrayıb əlavə etdik. İndi kişmişləri də xırdalayırıq ki, dadı daha yaxşı çıxsın. İndi duzunu və ədviyyatlarını əlavə edirik. Zövqə görə duz vururuq və digər ədviyyatlardan qara istiot, yarım çay qaşığı qara istiot vurduq, bir yarım çay qaşığı zəncəfil vururuq. Yəni bunlar zövqə görədir. Sarı kök vurduq, yarım çay qaşığı, bir qədər, 3/3 çay qaşığı pul biber vurduq. Bir qədər də bir yarım çay qaşığı da darçın vururuq. Darçın ətə yaraşır. Ət yeməklərinə çox gözəl yaraşır. Siz də əlavə etsəniz dadını görəcəksiniz. Piraşkilərə biz əlavə edirik. Yarpaq dolmasına çox gözəldir. Nənəm demiş, biz hər növ xarışı ilə hazırlayırıq. Amma siz indi bilirəm xanımlar soruşacaqlar ki, olar ki ədviyyatları əlavə etməyək, olar ki şabalımız yoxdur və yaxud da kişmiş, göyərti əlavə etməyək, olar göyərti əlavə etməyə bilərsiniz, göyərtisiz də edə bilərsiniz, kişmiş də əlavə etməyə bilərsiniz, əgər yoxunuzsa. Şabalıdı isə, əgər şabalınız yoxsa, şabalıdı xırda doğranmış kartofla əvəz edə bilərsiniz. Ədviyyatlardan da ürəyiniz istəyir vurun, ürəyiniz istəmir vurmayın. Zövqünüzə görə. Bütün və düyüsünü əlavə edirik. Və qarışdırırıq.
Dolmamızın içliyi hazırdır. İndi kələmi hazırlamalıyıq. Demək olar ki, əksər xanımlar bunu bilirlər. Bilməyənlər üçün göstərək. Baxın, bu qaydada kəsirik özək hissəsindən. Bu qədər dərin kəsirik. Kələmi qaynar suyun içərisinə salırıq. Bir qədər yumşalandan sonra yarpaqlar ayrılır. Lazım olan qədər yarpağı ayırırıq. Suyun içərisində bir qədər yumşaldandan sonra məcməyə yığırıq. Gördüyünüz kimi kifayət qədər yarpaqlar yumşalır, lazım olduğu qədər. Sonra həmin yarpaqları məcməyin içərisinə yığırıq. Belə kələm çiğ olanda onu ayırmaq çətin olur, qırılır. Belə rahat olur. Lazım olan qədər kələm yarpaqlarını pörtdük. Artıq dolmalarımızı bükə bilərik. Birinci hansı qazanın içərisindəki bişirəcəyik. Qazanın dibinə kələm yarpaqlarından bir neçəsini döşüyürük. Hər bir yeməyin özünə məxsus görünüşü var. Necə yarpaq dolması kimi kələm dolmasını da, şirin kələm dolmasını bakılılar yumru bükürlər. Biz elə görmüşük. Ona görə də bunu biz yumru bükürük. Yumru iri bükülür. İçərisinə, hərəsinə bir dənə turşu qoyuruq. Yeri gəlmişdən onu da deyim ki, turşunu da özümüz qurutmuşuq. Düzdür, bu ilə onu yeniləmədik. Keçənki videonu bu videonun altında paylaşacağıq. Maraqlananlar baxım mövsümündə özləri quruda bilərlər. Baxın, bu qaydada yumru büküb yığırıq. Birini də göstərim. Biraz kəsirik ki, çox qalın olmasın. İçliyin ətri çox gözəl gəlir. Ədviyyatların, göyərtilərin, hamısının ətri bir-birinə qarışıb. Hələ bişməmişdən çox gözəldir. İştah açıcıdır. Baxın, bu şəkildə büküb yığırıq. Məncə bu qədər kifayətdir, sizə aydın oldu. Dolmaların hamısını bükdük, indi pişməyə qoyuruq. Ocağın üzərinə qoyub, üzərinə çıxana qədər su tökürük. Kəfini yığacağıq, sonra pişirəcəyik. Çıxan kəflərini yığıb atırıq. Nə qədər kəfi çıxdı, yığırıq. Üzərinə nimçə çeviririk. Qazı azaldırıq. Bir qədər az atəşdə, xırda-xırda qaynayaraq pişməlidir. Qapağını qoyuruq, pişir. Yarı bişmiş vəziyyətdədir. Suyundan bir qədər kənarda kasanın içərisinə tökürük. Şabı və abqoranı həmin suyun içərisində həll edib, yenidən dolmanın üzərinə əlavə edirik. Bu şəkildə üzərinə əlavə edirik. Və üzərindən də heyva dilimlərini düzürük. Bu heyva zövqə görədir. Sevmirsinizsə vacib deyil. Əlavə etməyə də bilərsiniz. Dediyim kimi, nənəmin təbirincə desək, biz hər növ xarışı ilə hazırlayırıq. Ona görə qapağını qoyuruq. Tam pişənə qədər ocağın üzərində qalır. Artıq dolmamız tam hazırdır. Gördüyünüz kimi. Çox gözəldir. Qapağı qaldıran kimi çox gözəl ətri gəldi. Heyvalar da yumşalıb. Suya verə bilərik.
Bu qədər. Bu da bizim hazırladığımız şirin kələm dolması idi. Bakı mətbəxinə aid dadlı, ləzzətli, qədim bir yemək. Əgər siz bunu hazırlamamışsınızsa, hazırlamağınızı məsləhət görürük. Ümumiyyətlə, Bakı mətbəxində şirinlə turş bir-birinə ahəng şəklində olur. Bu da onun dadında özünü biruzə verir. Çox dadlı olur. Əgər bəyəndinizsə bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, nuş olsun.